da qoyum. Qoyduqdan sonra ən azından cütləri işləyəndə sizə material kimi əlinizdə olsun. Deməli, birinci testlə başlayırıq. Birinci testdə bizə nə deyir? Deyir ki, the company, şirkət, exploited, belə deyək, istifadə etmək anlamındadır. The land, torpağı istifadə edirlər mineralları üçün. Söhbət nədən gedir? Şirkətdən. Şirkət də bilirsiniz ki, cansızdır və təkdədir və biz cansızın qabağına özündən sonra isim gəlibsə, biz bilirik ki, qeyd götürək. Mine'dır, your'sdur, her'sdur, ours'dur, theirs'dır. Bunlardan sonra isim gəlmir. Kimdəsə yoxdursa qeyd götürsün. Bunlar mənimki, səninki, bizimki, onlarınki deməkdir. Bunlardan sonra heç bir halda isim gəlməyəcək. Amma bizim cümləmizdə nöqtədən sonra minerals deyə isim gəlibdir. Amma bu theirs və hers'dən sonra isim gəlmir deyənə, qaydaya görə, mən bu iki variantı da atıram gedir. Its apostrof isə it is deməkdir. Its apostrof isə it is deməkdir. It is'in qısaldılmışıdır. Və biz bunu cümlənin ortasına belə gətirib qoya bilmərik. Ona görə C variantı da deyil cavab. Ya A-dır ya da B-dir. Əgər çox şeydən söhbət gedirsə their qoyacağam. Tək bir şeydən söhbət gedirsə its qoyacağam. Company şirkət deməkdir və cansızdır, təkdədir. Deməli, cavab olacaq B variantı. Gedirəm üçüncü suala. Üçüncü sualda da bizə yenə nöqtə yazıb, sonra yazıb architecture, memarlıq. Biz bilirik ki, theirs'dan sonra isim gəlmir. Baxın, yuxarıya da qeyd etmişəm. Atırıq. It apostrof yazdığı it is deməkdir. Bu da cümlənin ortasında gəlməyəcək. Cəmdə olan heç bir şeydən söhbət getmir deyəni their də deyir. Itself isə özü deməkdir. Özü deməkdir. Və söhbət abidə məşhurdur, özü memarlığı deyə bilmərik. Abidə məşhurdur memarlığı ilə, yəni onun memarlığı ilə deyib, üçüncü sualın cavabını da A variantı yazacağıq. Gedirik 5-ci suala. Görək kimdir qatılmaq istəyən. 5-ci sualda isə fikir verirsinizsə, hər zaman birinci əvəzliklərə baxın. Görün sizə nə əvəzliyi verib. Hansı əvəzliklərdir bunlar? Mən hansı qaydanı tətbiq etməliyəm? Qarşımızda görünən əvəzliklər yiyəliyin aslısı və müstəqilidir. Yiyəliyin aslısı my'dır, your'dur, her'dür, their'dir. Qeyd götürün. Their'dir, our'dır. Bunlar olur yiyəliyin aslısı. My, your, her, their, our. Hətta his həm aslıda var, həm müstəqildə var, itsdə həmçinin. Mənim, sənin, bizim, sizin. Bunlardan sonra mütləq isim gəlməlidir. Mütləq isim gəlməlidir. Mütləq. Bu estilərdən sonra isə yuxarıda qeyd etmişik ki, isim gəlmir. İndi gəlin baxaq. Bizdə nöqtədən sonra suggestion, təklif sözü, isim gəlib. İsim gəlibsə, mən bunlardan birini götürməliyəm. Bu your'slardan sonra isim gəlmir. Bunları atıram. Mine'dan sonra da isim gəlmir. Fikir verirsə, yuxarıda mən mine'ı atmışam. O zaman A variantı da gedir. Ya cavab C'dir, ya Y'dir. İkisinin arasında seçim edəcəm. Ya your olanı götürəcəyəm, ya mine olanı. Baxıram, mənim bu ikinci boşluğumda nöqtədən sonra heç nə gəlməyibdir. Cümlə bitib. Mən də bilirəm ki, mən bu yoru bura yazsam olmur. Çünki yor özündən sonra isim tələb edir. Axı, bizdə cümlə bitib. Deməli, cavab C də deyil. Cavab olur Y variantı 5-ci sualda. Sonra gedirəm 7-ci suala. Altından xətt çəkilmiş sözləri hansı əvəzliklə, nə ilə əvəz edə bilərik? Polis sözü gəlib cümlənin əvvəlində və polis bilirsiniz ki, isim olaraq necə isimdir? Cəm isimdir, yəni çox deməkdir, çoxluğu göstərir. Ona görə hini qoya bilmərik biz bunun əvəzinə. Cavab ya B, C, D'dir. Düzdürmü? Z-dir. 100% ki, bildik ki, bura Z qoya bilərəm. Yəni, mən polisi silərəm, bura Z yazarım. İndi gəldik, bura görək, bu thief sözünü oğru deməkdir. Nə ilə əvəz edə bilərəm? Oğru sözü təkdədir. Deməli, Z olmaz. Tuturam gedir. Ya C'dir, ya D'dir. Deyir ki, polis oğrunu tapdı.
kimi, onu. Onu sözü nədir? Ona, onu. His onun deməkdir. His'i yazsan olur, polis onun tapdı. Sən onu deməlisən də buna. Onu da əvəz edə bilərsən himlə. Cavab olur 7-ci sualda D variantı. 9-cu sual sizdədir. 9-cu sualı xüsusən 9-cu siniflər. Yazın görüm nə edirsiniz? Cavablara baxıb cavab yazmayın. Özünüzü aldatmaqdan başqa heç nə eləmirsiniz. Yəni məni aldatacağınızı düşünürsünüzsə, inanın ki, aldatmayın. Az çox bilirəm burada hansı uşaq bu suala cavab verə bilər, hansı cavab verə bilməz. Deməli, gedək 9-cu suala. Deyirsiniz ki, B variantıdır. Gəlin baxaq görək B-dirmi? Siz B deyirsiniz. Deyir ki, bu altından xətt çəkilmişi nə ilə əvəz edərsəm? Şi iləmi, zeyirləmi, zeyləmi? Zey şəxsdir, şi odur, şəxsdir. Zeyir də onların da özündən sonra isim gəlməlidir. Deyir, həm cin, həm də şu. 2 nəfərdirlər, çoxdular. Yəni, onlar deyə bilərik də, o deməyə ehtiyac yoxdur. Zeyirdən sonra nə gəlməlidir? İsim. Səndə isim gəlib, yox. Yəni, sən zeyiri götürüb bura yazsan, cümlə olmayacaq. Zeyirdən sonra isim gəlməlidir. D də deyil, Y də deyil. Ya B'dir, ya C'dir. Sonra gəldik Carol's Place. Carol'un yeri. İndi ya buna her yazacağam, ya hers yazacağam. Mən bu Carol'u buradan silib, hers'ü gətirib bura yazsam, hers'dən sonra nə gəlmiş olacaq? Hers place, isim. Biz deyirik hers'dən sonra mine'dır, your'sdur, hers'dur, isim gəlmir. O zaman C də deyil, cavab olur B variantı. Özünüz yazmışsınızsa doğru yazmışsınız. Gedirik 11-ci suala. 11-ci sualda deyir ki, nə qoyarsan? Budget bilirsiniz ki, büdcə deməkdir. Nöqtədən sonra isim gəlib. Aha, Zeyirs'dan sonra, eslilərdən sonra isim gəlmir. Avgustdan sonra da isim gəlmir. İtsi dedim, bu it iz deməkdir. Cümlənin ortasına qoymuruq belə gətirib. Özündən sonra isim belə gəlmir. Ya zeyirdir, ya itsdir. Əgər çox şeydən söhbət gedirsə, zeyir qoyacağam. Tək bir şeydən, cansız tək bir şeydən söhbət gedirsə, gətirib itsi qoyacağam. Deyir, neither the merchants, nə tacirlər, tüccarlar, nə də ki shoppers, satıcılar, krizisin büdcəsini necə təsir edəcəyini bilmirdilər. Çox adamdan söhbət gedirdi. Baxın, tacir salır, satıcı sayır, çox adamdır da bu. Çox adamdırsa cavab olur D variantı zeyir. Getdikcə biraz sürəti artıracağam. 13-cü sualda. Deyir ki, 13-cü sualda yenə nöqtədən sonra, bu qaydaları silirəm, qeyd götürmüsünüz yəqin ki. Nöqtədən sonra colors, isim gəlib. Bunlardan sonra nə gəlmir? Baxın, mine'dır, your'sdur, hers'dur, our'sdur, zeyir'dir. İsim gəlmir. Gəl o zaman bu hers beyni ataq. Qalsın digərləri. İkisi də cümlənin ortasına qoya bilmirəm, it apostrof deyənə. Cavab ya A'dır, ya C'dir, ya da Y variantıdır. Yenə nöqtədən sonra isim gəlibdir. Çox şeydirsə zeyir qoyacağam. Təkdədirsə x qoyacağam. Zemdəki obyektə vəziyidir. Ona onu deməkdir. Bunu da bu şəkildə istifadə edə bilmərik. Onları onlara tərcüməsini bizə gətirib verir. Görə tərcümə ilə olmayacaq bu. Onları onlara deməkdir. İndi görə biz nə edirik? İndi bizə deyir ki, 13-cü sualda I didn't like, mən bəyənmirəm. Paltonun nəyini? Paltoların, baxa paltolardan söhbət gedir. Paltoların stilini hardan bilirik? S-dən bilirik də. Cəmlənibsə cəmdə deməkdir. Paltoların stilini bəyənmirəm. Həmçinin, amma rənglərini bəyənirəm. Yəni nəyin? Paltoların, onların cavab olur A variantı. Yəni burada isim nədirsə ona görə gətirib təkliyinə, cəmliyinə görə yerləşdirirsiniz. 15-ci sual isə self qaydasıdır. Selflar nə deməkdir? Öz deməkdir. Yazıram, qeyd götürün. Yazıram, qeyd götürün. Dərsdə aval-aval baxırdınız mənim üzümə. Ki, nədir o? Deyirəm, qayda dəftəri var, deyirsiniz, yoxdur. Hara yazmışsan qaydaya? Baxırdınız üzümə. Nə deməkdir? Xatırlayıram. Kimlərin də baxdığını xatırlayıram. I, mən deməkdir. Uzlaşır nə ilə? Özüm deyəndə uzlaşır myself-la. You, sən deməkdir. Özün demək olanda uzlaşır yourself-lə. He, uzlaşır himself-lə. She, uzlaşır herself-lə. It, uzlaşır itself-lə. We, uzlaşır ourselves-lə. You təzdən yenə cəm olanda, siz olanda yourselves-lə uzlaşır.
They isə uzlaşır themselves-lə. Tərcümələri nə deməkdir? I myself olanda özüm. You yourself olanda özün. Himself'dir, herself'dir, itself'dir. Bunun üçü də özü. Cinsə görə dəyişir. We ourselves olanda olur özümüz. Yourselves olanda cəmlənir özünüz. Themselves olanda olur özləri. Düzdürmü? Dərsdə soruşacağım mən bunların hamısını. Vay Allah, cavab verməyəsiniz də mənə. Bu bunlardan uzlaşır. Yaxşı. İndi şəxsə görə uzlaşdıracağam. Mübtədaya görə uzlaşdıracağam. O zaman 15-ci sualda görək nədir? Deyir, neither the teacher, nə müəllimə, nə də şagirdlər gözləyirdilər ki, sən və ya siz belə vacib qərarları özünüz verəsiniz. Yəni, you-ya görə deyir, uzlaşma apar. You da hansı self-lə uzlaşır? Yazmışam. Bir yourself-lə uzlaşar sən mənasında. Bir də yourselves-lə uzlaşar siz mənasında. Cavab olur 1, 5, A variantı 15-ci sualda. Sonra gedirəm 17-ci suala. 17-ci sualda isə biz bilirik ki, nöqtədən sonra clock isim gəlibdir, saat deməkdir və S-lərdən sonra isim gəlmirdi. Bunu qeyd götürmüşdük. İndi cavab ya A-dır, ya B-dır, ya C-dir. Bunlar hansı əvəzliklərdir? İşarə əvəzlikləridir. Özündən sonra ismin təkliyinə və ya cəmliyinə baxırıq. Yadımızda saxlayırıq ki, qeyd götürürük işarə əvəzlikləri. This və zətdən sonra gələn isim necə isim olmalıdır? Gələn isim necə isim olmalıdır? Tək isim olmalıdır. This və those-dan sonra isə this və those-dan sonra isə gələn isim cəm isim olmalıdır. İndi sənə clock ismi, saat sözü təkdə gəlibdir də, S-i yoxdur. S-i yoxdursa, bu this-lə those-u qoya bilmərəm də. Axı, bu cəm isimlə işlənir. A ilə B-ni atıram, cavab olur C variantı. Sonra gedirəm 19-cu suala, bunu da siz yazırsınız. 19-cu sual sizdə. Deyirsiniz ki, 19-cu sualın cavabı C variantıdır. Görək necədir? Movie sözü gəlib və biz bilirik ki, A variantı those-dan sonra necə isim gəlməlidir? Hər bir əvəzliyi tanımaq lazımdır. Hər bir əvəzliyinin özünün qrammatik xüsusiyyətləri var, bir-birlərinə də çox bənzəyirlər. Ona görə çoxlu test işləmək və hər bir əvəzliyin öz qaydasını bilməlisiniz ki, onun nazına görə siz hərəkət edəsiniz. Yəni, hər bir əvəzliyi tanımaq lazımdır. Those-dan sonra cəm isim gəlir. Hamısını dərsdə soruşacağam. Cəm isim gəlir. Bizdə isə movie təkdədir, atıram. This-dən sonra cəm isim gəlir, movie təkdədir, atıram. They movie deyə bilmərik, onlar kino deyə bilmərik, şəxs əvəzliyini belə gətirə bilmərik. Them də obyekt əvəzlidir, belə cümlənin əvvəlində gələ bilmir. Cavab olur this, çünki this-dən sonra tək isim gəlməlidir. Gedirəm 21-ci suala. 21-ci sualı yazın. İlk cavab yazanlara xüsusi fikir verirəm 9-cu siniflər. Xüsusi fikir verirəm, indidən deyim. Yaxşı mənada fikir verirəm ki, ilk kimlər cavab yazır, kimlər sonradan yazır. Onlara fikir verirəm. Xüsusi bilin, yəni. Bayaqdan fikir vermişəm. İlk cavabın birini Sevil yazıbdır, birini Fatimə yazıbdır. Bunun indikini Fatimə, əvvəlkini Sevil. Xüsusi fikir verirəm. İlk 1-2-yə. Gedirəm indi 21-ci suala və deyirsiniz ki, 21-ci sualın cavabı B variantıdır. Baxaq. This-dən söhbət cəm isimdən gedir. Baxın, bunun tubisi izdir. Amma this-in tubisi nə olmalıdır? Are olmalıydı. A variantı deyil. Them cümlənin əvvəlində gəlmir. İkisi də ki, belə it's, is deyə bilərikmi? Deyənmərik. It's-dən sonra çünki isim gəlməlidir uşaqlar. Əsasən it's-dən sonra isim gəlməlidir. İsimsiz versiyasını sizə çıxartmayacaqlar.
It's-dən sonra isim gəlməlidir. Bizdə gəlməyibdir. İndi ya he-isdir, oğlandan söhbət gedirsə he-is qoyacağam, cansızsa it is. Deyir, pul kimindir? Pul da cansızdır da, cavab olacaq it is. It's my sister's, mənim bacımındır. Gedirəm 23-cü suala. 23-cü sualda isə deyir ki, altından xətt çəkilmişləri nə ilə əvəz edə bilərsən? Yəni, bunları silib, nə yaza bilərsən yerinə? Mr. Simpsons bilirsiniz ki, cənab Simpsondır və kişidir də bu. Bir nəfərdir. O zaman ona görə bir nəfərdirsə, theirs qoya bilmərəm. Theirs bizə onlar, çox adamı göstərir. Suffix qoyubsa yəlik haldır. Yəlik haldırsa yəlik əvəzliyi qoyulmalıdır. Obyekt yox, him obyekt əvəzliyidir. Demək ki, qərar verdi ki, cavab ya B-dir, ya D-dir. Mütləq ki, bura his-dir. Digər tərəfdə isə ya yours qoyacağam, ya hers qoyacağam. Sənin xalan. Səndən söhbət gedir, xalandan söhbət gedir, xalandan söhbət gedir. Xalanın da cinsinə görə hörsu gətirib qoymalıyam. Day, bura yor yazıb, mən yorsu qoyum. Səndən söhbət getmir, sənin xalandan söhbət gedir. Cavab olur D variantı 23-cü sualda. Gedirik 25-ci suala. Altından xətt çəkilmiş sözləri bu əvəzliklərdən hansı ilə əvəz edə bilərsən? Yəni, o sözü çıxarsam, hansını yerinə qoysun, cümlə düzgündür. Waitress bilirsiniz ki, qarson deməkdir, ofisiant deməkdir. Amma necə qarson? Cinsi nədir? Qız, qadın. Him deyil də cinsi, atdım. Bir nəfərdir, çox adam deyil. Ona görə zemləri də atdım. Yəni, zemi qoysam, bu çox adamı göstərəcək. Qərar verdim ki, ya cavab A-dır, ya D-dir. Mütləq ki, bu waitress-in yerində her dayanıbdır. Bunu 100% əminəm. Sonra gəldik A ilə D-nin arasında. Bilmirəm, bu bili silim, bu qəbz sözü deməkdir, bil. It mi yazıb, it's mi yazım? It's-dən sonra unutmayın. İsimsiz halı çıxmır ümumiyyətlə. Yoxdur. It's-dən sonra isim gəlməlidir. Sən bu it's-i bura yazsan, sənin cümlən bitəcək və isim gəlməmiş olacaq. Ona görə D də deyil. Cavab olacaq A variantı. Söz önündən sonra obyekt əvəzini gətirib qoymalısınız. 25-in cavabı olur A. Sonra gedirək neçənci suala? 27-ci suala. Deyir ki, əvəzliyi yerləşdir və birinci tərəfdə mənə verdiyi əvəzliklər işarə əvəzlikləridir. Onu da bayaq yuxarıya yazdım. Yəqin ki, qeyd götürmüsünüz. Götürməmişsə götürün yəni. Sənə gələn isim cəmdədir. Cəmdədirsə, biz bilirik ki, this-dən sonra necə isim gəlir? Tək isim gəlir. Amma bu this və those-dan sonra cəm isim gələ bilər. Yaxşı, ikinci tərəfdən işləyəcəyəm. Z şəxs əvəzliyidir. Bu şəkildə gəlib cümlənin ortasında dura bilməz. Ancaq tək question'da, ayrıcı sualda cümlənin axırında gəlib dayana bilir. Belə Z şəxs əvəzliyi cümlənin axırına gəlmir. Z şəxs əvəzliyi cümlənin axırına gəlmir. It həm şəxsdə, həm obyektdə axırda da gələ bilər. Əgər tək şeydən söhbət gedirsə iti qoyacağam, cəm şeydən söhbət gedirsə zemi qoyacağam. Trousers şalvarlar cəmdədir. Söhbət cəmdən gedir. Cavab olur B variantına görə. 29-cu sualda. 29 sizdədir. Yirmi dokkuza kimi Y deyir, kimi C deyir. Y deyən də var, C deyən də var. Gəlin baxaq. Park, parkdan söhbət gedir. Deyir park, hansı ki bu James Parkı, məşhurdur su quşları kolleksiyası ilə. Yəni bu su quşları kimindir? Parkındır da. Park da cansızdır. Nə qoyacağam? Təkdədir. Zeyirə ehtiyac yoxdur. It's-of özünə ehtiyac yoxdur. His deyə bilmərəm. Kişidən söhbət getmir. It's-i ortaya qoymuram. Cavab olur it's olacaq Y variantı. 31-ci sualda yenə trousers sözü cəmdə gəlir. Biz bilirik ki, this və zətdən sonra necə isim gəlir? Tək isim. B, D, Y arasındayam. Cümlənin ortasına şəxs əvəzliyi qoya bilmərəm. Ortadır da bura. Z-yi də atıram. Cəm isimdən söhbət gedir. It də qoya bilmərəm. Cavab olacaq D variantı 31-ci sualda.
Sonra gedirik 33-cü suala. Deyir ki, bu sözləri nə ilə əvəz edərsən? Guest sözü qonaqlar deməkdir. Baxın, S-dədir, cəmi var. Deməli, Z qoymalıyam, düzdürmü? Bunları atıram. Glasses sözü də cəmdədir. Baxın, S-i var. Cəmdədirsə it qoya bilmərəm. Zem qoyacağam. Cavab olacaq C variantı. 35-ci sualda yenə birinci tərəfə zol, sis qoyubdur, düzdürmü? Arla sual veribdi. Arla biz bir-iki nəyə sual veririk? Cəmlərə. Amma zis təkdə axı biz 5-ə arla sual vermirdik. Ar zis demirik. Biz iz zis deyirik. Yəni bu zisə olmurdu arla sual vermək. Ona görə 5-ləri atırıq gedir. Nöqtədən sonra ikinci nöqtədən sonra isə isim yoxdur. Biz bilirik ki, maydan sonra isim gəlməlidir. Yordan sonra isim gəlməlidir. Deməli 2 ilə 3-ləri də atıram. Cavab olur 1 4. Birdən deyərsiniz ki, hizdən sonra da isim gəlməlidir. Gəlməyən halı da var. Hiz çünki həm aslıdadır, həm müstəqildədir. Hər ikisi halı ilə də istifadə oluna bilənlərdəndir. Gedirik 37-ci suala. Gəldik bura. Deyir ki, quş, belə deyək də, quşdan söhbət gedir. Nöqtədən sonra da isim gəlib. Bir dənə quşdur. Zeyr olmaz. Zeyirdən sonra qanat sözü gəlib. Wings sözü. Zeyirdən sonra isim gəlmir. İtsi ortaya qoymuruq biz. Və deyir ki, quş qanadlarını açıbdır. Qanadlarını yayıbdır. Yəni, onun qanadları, onun sözü də its olacaq. Cavab olacaq A variantı. 39-cu sualda. 39-cu sualda isə görək neyə bilirik. Birinci mən ikinci tərəflə işləyəcəyəm. Hər zaman bura ilə işləmək, yəlik əvəzi ilə işləmək daha yaxşıdır. Çünki həqiqətən asandır yəlik əvəzi. İsimin gəlib gəlməməsi söhbətidir. Əvəziyə baxan kimi tanımalısınız ki, bu yəlik əvəzidir. Və nöqtədən sonra house gəlibdir, ev sözü gəlib. İsim gəlib. Mayından sonra isim gəlmir, 4-ü at. Avqustdan sonra isim gəlmir, 2-ni at. Bayaq qeyd götürmüşdük yəqin ki, bunları dərsdə soruşacağam. Ya avırdır, ya zeyirdir, ya maydır. Yaxşı. Ya 1-dir, ya 3-dür, ya da ki, nədir? 5-dir cavab. Elə 3-ü də olur da bunun. 3-ü də olur. Niyə atım ki? Gəlin 2 ilə 4-ləri ataq. 2 ilə 4-ləri atanda elə 1, 3, 5 cavabını avtomatik tapacaqsınız. Yəni, yərlik əvəzinin qaydasını bilmək çox-çox vacibdir. 41-ci sual. Bu X-də hamının problemi var. Bu X-də hamının problemi var. Bu itləri hamı bir-birindən qarışdırır. Bir dənə cavabı yazın, görüm cavabı tapa bilən var burada X-in cavabını. Qəbula da çıxma ehtimalı var. 11-lərin qəbuluna gözləyirəm bu sualı. Ola bilər. Bu itləri hamı bir-birinə qarışdırır, aləmi vurur bir-birinə. B variantı yazırsınız. Görək elədirmi? Qeyd götürürəm bura. B variantıdırmı? Gəlin baxaq. Baxın, nöqtədən sonra bu it-isləri qarışdırmaq lazım deyil. Apostrof itiz deməkdir. Yuxarıda da qeyd etdim sizə. İtisə bərabərdir. Və bu itisdən sonra artikel gəlir. Əsasən, yəni cümlə içində. Cümlənin əvvəlində gəlir. Cümlədə mübtəda vəzifəsini daşıyır. Özündən sonra artikel gəlir. Və ya sayılmayan isim gələ bilər, amma sizə artikellə çıxardacaqlar qabağınıza və ya əvəzlik gələ bilər özündən sonra, yəlik əvəzlik gələ bilər, maydı, yordu, əvəzlik gələ bilər, düzdürmü? Və bizə fikir verirsinizsə, artikel gəlib. Artikel gəlibsə, it apostrof olandır. Apostrofsuzları atıram gedir. O zaman cavab ya B-dir, ya D-dir, ya Y-dir. İkinci tərəfdə isə nöqtədən sonra isim gəlib. İtdən sonra isim gəlmir. İt apostrofdan sonra belə isim də gəlməyəcək. Cəmdə olan isim. Cavab olacaq nə? B variantı. Haqlısınız. İtdən sonra isim gəlməlidir. 43-cü sual. 43-cü sual səhv qaydasıdır. Bunu yazmamaq, nə bilim, uzlaşdırırsan da, yəni. Şəxsə görə uzlaşdırırsan. Yazın görün 43-ü. Qəbula da gözləyirəm. Bu sadə sualları elə qəbula gözləyirəm. 43-cünü yazın. Aha, bəli, 43-cü sualda yudursa, füsuda yapışdır geçsin də. Yəni burada nəyi düşünürsən ki? Yəni bunu düşünmək, bunu səhv yazmaq olmaz da, yəni. Yudursa yapışdır da, yu ilə nə uzlaşır? Yuxarıda yazmışdım. Əgər qeyd götürmüsənsə, hal-hazırda dəftərində də var. You ilə yourself. Self qaydası uzlaşmadır. Bir dənə xitab olanda dəyişirdi.
Yerdə qalan hallarda mübtədası varsa uzlaşdır mübtəda ilə geçsin. Cavab olacaq you ilə yourself. Bir-iki istisnai hal var. 3-4 cavab olur B variantı. Daha 43-ü izah etmişəmsə, evdə 44-ü şaqqadan yazmalısınız. Getdik 45-ə. Nöqtədən sonra yenə this, that, those qaydası. Nöqtədən sonra trousers gəlib cəmisi. Biz bilirik ki, thislərdən sonra, zərtlərdən sonra necə isim gəlir? Tək isim gəlir, bizdə cəmdir. Ya cavab A-dır, ya B-dir, ya Y-dir. Nöqtədən sonra isim gəlibdir. It's-dən sonra belə isim gəlmir. At geçsin. Çox şeydən söhbət gedirsə zeyiri götürəcəyəm. Az şeydən söhbət gedirsə, bir dənə şeydən söhbət gedirsə it's-dir. Trousers şalvar və şalvarın rəngi. Şalvarları cəmdə götürdüyümüz üçün cavab olur zeyir B variantı. 47. Uzlaşdıracaqsan. Bu 47-də bunu mənə dərsdə də baxızdırmışdınız. Dərsdə də baxdırdınız. Yəni bunun nəyinə baxım mən? Bunu uzlaşdırmaq lazımdır. Uzlaşdır. Uzlaşdırırsan. Uzlaşdırın görüm nədir? Cavab 47. Deyirsiniz ki, D-dir cavab. You ilə yourself uzlaşar. He ilə himself uzlaşar. They ourselves-la uzlaşmır. Themselves-la uzlaşır. Əzbərləmək lazımdır. She yourself-la uzlaşmır. Herself-la uzlaşır. Olmaz. You həm də yourselves-la cəmlərində uzlaşır. Olar. Cavab olur. 1, 3, 4. Day 48-i yazmamaq ayıb olar. Evə getdi o. 49-da. 49-da deyir ki, sınıfları yerləşdir. Söhbət də John'dan gedir. John'dakı oğlandır. Cansız deyil John. Deməli olacaq himself. Deyir ki, John qərarını verə bilmir özü. Onun qərarını verə bilmir deyə bilməzsən sən. Özü qərarını verə bilmir. Ya C-dir, ya Y-dir. Nöqtədən sonra isim gəlibsə zeyiri götürəcəyəm. Gəlməyibsə zeyirsi götürəcəyəm. Baxın, isim gəlib. Help, kömək anlamında isimdir burada. Zeyirdən sonra isim gəlmir. Cavab olur C variantı 49-cu sualda. Gedirik 51-ci suala. Aha, baxın bunu deyirdim sizə. Bu da təhlükəli suallardan biridir. Gözlənilən sualdır. Burada uzlaşdıra bilmirsiniz. Çünki burada qarşı tərəfə xitab var. Qabağında mübtəda yoxdur. Qabağında buradan yordan bəzən uşaqlar yola çıxır. İndi yor olmaya da bilər də orada. Qarşı tərəfə xitab varsa, qarşı tərəf hər zaman bizim üçün sən və sizi daşıyır. Deməli, qeyddə yazırıq ki, xitab varsa, birbaşa feillə başlayırsa, cümlə əmrlə başlayırsa, birbaşa feillə başlayırsa, cavabınız ya yourself-dır, ya da yourselves-dır. Bir adama xitab edirsə, yourself-ı götürəcəyəm. Çox adama xitab edirsə, yourselves-ı götürəcəyəm. Və fikir verin, Joseph'e xitab edir. Joseph də bir adamdır, onsa selves yoxdur. Bir dənə yourself var, cavab olur B variantı. Bunda ehtiyatlı olmaq lazımdır. 53-cü sualda. Aha, indi 53-cü sualda görək nə edəcək? 53-cü sual isə biraz fərqli sualdır. Çünki uşaqlar burada guest'i görən kimi deyir ki, qonaqlar tez götürürlər themselves-i ora yazırlar. Amma bu tip hallarda belə bir qayda var ki, əgər not only üstə gəl canlı, belə deyək də, cansız isim varsa, not only üstə gələk cansız isim ya da both and ifadəsində most üstə gəlsin cansız isim varsa, qeyd götürün. Cavab olur itself. Çünki o cansız isimlə uzlaşmalıdır. Not only but also ifadəsidir. Bu not only but also nəinki, both da həmçinin, həm də deməkdir. Və fikir verin ki, deyir qonaqlar həm şəhəri bəyəndilər, yəni şəhərin özünü bəyəndilər. Şəhərə görə hərəkət edəcəyəm. Itself qoymalıyam. Bunlardan yox. Ya B, ya D. Həm şəhərin özünü və həm də insanlarını, yəni şəhərin, onun insanlarını, şəhər də cansızdır, ona da it's verəcəyəm. Cavab olur B variantı. Yəni bu qaydadır. Bunu qeyd götürün. Soruşacağım dərsdə. Nə keçdiklərimi net xatırlayıram. Sabah dərsdə soruşacağım. Vay ola cavab verməyəsiniz də burada. 55-ci sualda. Baxın, not only. Not only-ni bayaq burada da yazdırmışdım. İndi burada da yazmışdım. Not only-də dediyi nə olur? Özündən sonra gələn ismə baxırsınız. Adətən cansız isim olur. Və itself-lə uzlaşdırırsınız. Və fikir verin, not only-dən sonra country sözü gəlib. Demək ki, country ilə uzlaşdıracağım. Bunun qəbula çıxma ehtimalı da çox yüksəkdir. Baxmayaraq 9-cu sualda. Məsələ 11-ə gözlənilir.
Country ilə uzlaşdıracağıq. Myself, himself'ı at geçsin. Itself'ı qoy. Olan insanları deyəndə də artıq itsi yox, apostrofsuz olan A variantını qoyacaqsınız. Day bunu yazan 56-cı sualı səhv etmək kimi bir lüksü olmamalıdır. Yəni onu səhv olaraq qəbul etməyəcəyəm. Mənə gəlib 56-cı sual səhvdir deməyin. Çünki 55 ilə eyni şeydir. 57-ci sualda yenə its qaydasını bura tətbiq etməliydik. Bunlardan hansında its doğru gəlibdir? Biz bilirik ki, belə it apostrof cümlənin ortasında gələ bilməz də. Düzdür? Belə cümlənin ortasında it is deməkdir də bu. Sən riski cümlənin ortasına gətirib belə it is yaza bilməzsən. It is name deyə bilməzsən. O zaman a name olsun bu. Ona görə 3, 4, 5-ləri atırıq. Cavab olur 1, 2, Y variantı. Sonra gedirəm 59-cu suala. 59-cu sualda isə qatılmaq istəyən var. 11-ci siniflərdən kimlər qatılıbdır? Şöyle və İlqar. Həqiqətən qulaq asmaq üçün qatılıbsınız. Siz burası. Yaxşı, qatılın. Başqa, elə bir Yunis də qatılmışdı, çıxdı. Mən də burada, Aysun onu, mən də buradayım, Aysu. Aha, salamlar. 11-ci məzunlar o heç də məzunlarla 9-lar bu son bir ayı paralel gedəcəklər. Onlar birlikdə belə deyək də burada olacaqlar onlayn dərslərdə, amma 11-lərlə artıq vidalaşmamıza çox az qalıb. 10 dəqiqəyə çıxıram, dərsim var. Dərsin kaydını alıram. Dərsin rekordunu götürürəm. YouTube-a da yükləyəcəyəm ki, çalışacağım ki, bugün yüklüyüm ki, sabaha çünki bunu işləyib gətirəcəksiniz və oradan baxa bilərsiniz. Ucu bizim onlayndır. 11-lərin yox, hələ ki 11-lər 15 marta kimi buradadır. Hələ ki onlar nə deyir? O damir. Gedirik 50 neçənci suala? 59-cu suala. 59-cu sualda isə mesajlaşmaya heç nə yazmayaq artıq. Yazmayaq və dərsə fokuslanaq. 59-cu sualda isə let feildir və cümlənin ortasına biz bilirik ki, şəxs əvəzliyi qoymaq olmaz. He şəxs əvəzliyidir, zey şəxs əvəzliyidir, zey şəxs əvəzliyidir. Ya A-dır, ya Y-dir. Nöqtədən sonra rum gəlib, isim gəlib, zıyırsdan sonra isim gəlmir. Cavab olur Y variantı. Əvəzliyi yaxşı tanımaq lazımdır. 61-ci sual. 61-ci sualda isə, baxın, birinci tərəflə birinci hərəkət edəcəyəm. Yours var, bir də your var. Yoursdan sonra isim gəlmir, yordan sonra isim gəlir. Deyir, birinci boşluğa ya yoursu yaz, ya yoru. Mən birinci boşluğa görüm nə yazıram? Nöqtədən sonra isim gəlməyibsə, yoru yaza bilmərəm. Çünki yordan sonra isim gəlməlidir. Mən yoru buraya yazsam, isim gəlməmiş olacaq. ABC arasındayam. 2 dənə də boşluğumuz var. Biri buradır, biri buradır. Burada mütləq ki, ya you ya da yourself olacaq. Yaxşı. Ya it, ya da them qoymalıyam. Söhbət tək şeydən gedir, yoxsa cəm şeydən, şalvarlardan gedir. Şalvarlar cəmdədir, iti qoya bilmirəm. Da şalvarlar mənimlə cansızdır, mən buna it qoyum söhbəti eləməyin. Cansız da olsa, əgər cəmlənibsə, artıq çoxluğu daşıyır və biz bura them qoymalıyıq. Ona görə də 61-ci sualın cavabı olacaq C variantı. Gəldik 63-cü suala. 63-cü sualda isə yenə baxırıq. Nöqtədən sonra advice gəlib. This və those-dan sonra cəm isim gəlməlidir. Advice isə tək isimdir. Ona görə aynı D gedir. Amma that və this-dən sonra tək isim gələ bilir. İndi self-i uzlaşdıracağam. Self-ə görüb nə gedir? You. You-ya nə gedər? Yourself gedər də. Herself, himself gedəsi deyil ki. Avtomatik cavab olur 63-cü sualda. C variantı. 65-ci sualda yenə its qaydasıdır. Dedim, nöqtədən sonra artikel gəlibsə, apostroflu itsi qoyacaqsınız birinci tərəfə. Cavab ya B-dir, ya C-dir. Digər tərəfdə isə architector, memarlıq isim gəlibdir. İsim gəlibsə, its olan olmalıdır. Cavab olur C variantı. Day 66-nı yazmamaq həqiqətən ayıb olar. 67-ci sualda isə görək, niyə bilirik. Deyir, look, bax, deyir 67-ci suala. 67-ci sualda bizə deyir ki, look over. Xatırlayırsınızsa over there deyə sizə bir qayda yazdırmışdım. Over there, orada demək idi, uzaqlığı bizə göstərirdi. Və over there olanda o cümlə tərkibinə biz qoymalıydıq uzaqda olan ya zəti, ya da cəm isimlərdə zosu qoymalıydıq. Bir də over here var idi, burada demək idi. Və biz orada qoymalıyıq ya zisi,
Ə, ya da ki, lisi, o cəmlərlə işlənənləri məsafəyə görə ayarlayırdıq biz bunu və məsafəni də over there, over here olmasından bilirdik ki, bu yaxınlıqdır, yoxsa uzaqlıqdır. O zaman 67-ci sualda əgər bizə over yazıbsa, demək ki, ya there, ya here qoyacağam. Baxaq görək, here heç yoxdur, there var amma baxın, bir burada var, bir burada var, bir də burada var. Da bunlara ehtiyac yoxdur da. Bir over'u qoyub over'un puzzle-ını biz tamamlayacağıq. Ya A'dır, ya Y'dir, ya da ki B variantıdır 67-ci sualda. Sonra baxıram ki, nöqtədən sonra baxın, yeni bir cümlə başlayıb. Əslində bir V-yə bağlayıcı rolundadır və yeni bir cümlə başlayıb. Biz R gəlibdir. Zəyirdən sonra bilirsiniz ki, isim gəlməlidir də, yəni əvəzliyinə görə. B də olmayacaq cavab. Sonra qaldıq A ilə Y-nin arasında. Dear, look over there if you want to see where are building the new bridge, you will see it. Deyir, sən deyir, zəhmət olmasa deyir, look over there, orada bax. Əgər sən, belə deyək də, onların harada olduğunu görmək istəyirsənsə, demək ki, bura şəxs əvəzliyi gəlməlidir. Where they are deməliyik biz. There desək, bu var olacaq, zerar olacaq. Buna istifadə etməyəcək bu cümlə üçün. Cavab olacaq Y variantı. Bunu yeni salıblar, yeni salınmış model suallardan biridir. Xüsusi 9-lara məxsusdur. 69-cu sualda isə nöqtədən altından xətt çəkilmişləri əvəz etməliyik. Burada çox vaxt şulsa görə qoyursunuz, amma xeyr. Deyir ki, bu ayaqqabıların stili, söhbət stildən gedir və stil də cansız bir şeydir. Cansızdırsa biz ona it qoymalıyıq, yəni itlə əvəz edə bilərik. Digər tərəfdə isə Steven Watson, bu da adamdır, bir nəfərdir. Zemə ehtiyac yoxdur, zeyirsə ehtiyac yoxdur. Adamdır, kişidir, him yazmalıyıq. 69-un da cavabı olur D variantı. 71 artıq itiz qaydasıdır. Bunu da siz yazın, yəni. 71-i yazın. Very difficult, çox çətindir. Görək nə yazacaqsınız. Bəli, nöqtədən sonra very difficult-dır, my-dır, article-dır. Bunlar gəlirsə, demək ki, it apostrof olmalıdır. A-B-ni atıram getsin. C-D-Y-dən biri olmalıdır. Language isim gəlibdir. Bunları atırıq. Cavab olur içli olan C variantı. 72 də onun kimi bir şeydir. Yəni yazmaq mümkündür. 73-cü sualda isə əvəz edəcəyik. Əvəz edin, görün nə yazacaqsınız 73-cü suala. İlk cavab verənlərə xüsusi baxıram. 9-cu siniflər. İlk cavab verənlərə xüsusi baxıram. Aha. Deməli, 73-cü sualda isə deyirsiniz, D deyirsiniz, sonra B deyirsiniz. Görək neyirik? Jack və Jane deyir. Jack və Jane. Sildim bunu. Nə yaza bilərəm? Jack və Jane-ə niyə biz deyim ki? Yəni, niyə D deyim ki? Bizə nə ehtiyac var? Biz olması üçün mən də orada olmalıyam. Jack, Jane və mən. Onda oluruq biz. Mən yoxamsa niyə biz olur ki? Z olmalıdır. Atdım getdi V-ləri. Deyir Nis. Burada isə Nis. Nis bilirsiniz ki, tərcümə bilməlisiniz. Bacı qızı, qardaş qızı deməkdir və qadındır. Himə ehtiyac yoxdur. Ya her'dür, ya da hers'dür. Hers'dür bilirsiniz ki, yerli əvəzliyinin asıl müstəqilidir. Her isə burada obyekt əvəzliyi vəzifəsindədir və söz önündən sonra gələnə də obyekt əvəzliyi biz qoymalıyıq 73-cü sualda. Cavab olur A variantı. 73 A deyən var idi heç. 73 A deyən var idi burada. Məzunlardan da deyən yoxdur. A variantı 73-ə. Sevil deyib. Sevil deyib A variantını. Al olsun Sevil sənə. Bir dənə sən düz cavab vermirsən. Hə, Sevil deyib. Bəli, uşaqlar, niyə belə olur? Deyir ki, Jack and Jill gave a lot of good advice to deyir Jack və Jane onların bacısı qızına yaxşı məsləhət verdi.
Sən bura hörsü yazanda onu nə yazmısınız siz? Onlara məsəl siz B yazmısınız. B heç olmaz axı. Zeyri görüb zem yapışdırmısınız ora. Zeyirdən söhbət getmir. Onların bacısı qızından söhbət gedir. Qızdan söhbət gedir. Cavab olur A variantı. 75-də. 75-də isə uzlaşma gedəcək. Birinci sırfləri gəlin uzlaşdıraq. John və Jane qəza üçün belə deyək də özlərini günahlandırdılar. John və Jane zeydisə onlara themselves olacaq. 2-ni götürməliyik. 2 olmayanları 75-də atmalıyıq. 2 olmayanları atacağıq gedəcək. Jack və Jane özünüzü günahlandırdı. Bir olmaz. Jack və Jane özü günahlandır. Jack və Jane derim. John və Anne. John və Anne bizi günahlandırdı deyərik də. Biz də bir də obyekt əvəziyə bir özlərini günahlandılar. Themselves. Bir də as qoyarıq. Bu öz sözünü niyə götürmürəm? Çünki John və Anne they deməkdir. Onlarındakı selflə uzlaşması themselves ilə olur. Cavab olur 2 ilə 4 C variantı. 77-ci sual qəbula düşübdür. 11-ci siniflərin qəbuluna düşmüş. Son illərdə düşübdür. 2025 mi, 2024 mi ikisindən birində düşübdür qəbula. 11-ci siniflərin qəbuluna düşübdür. Cavab istəyirəm. Məzunlardan cavab istəyirəm. 9-lardan cavab istəyirəm. Düşmə ehtimalı var. Yəni. Müxtəlif cavablar görürəm. Müxtəlif variantlar görürəm. A variantı deyən var. Sonra nə deyirsiniz? A'lar deylər. Beylər. Baxaq görək. A deyən var. D deyən var. B deyən var. Görək vəziyyət nədir? Deməli, 77-ci sualda birinci nə edirsiniz? Birinci researcher-ə görə qoyursunuz bu sualda. Və researchers cəmdədir. Biz bilirik ki, zət və zisdən sonra cəm isim gəlmir. B-ni atdım. Researchers cəmdədir axı. Araşdırmacılar. S apostrof qoyubsa cəmdədir bu. Ya A-dır, ya D-dir, ya Y-dir. Vergüldən sonra sual qoyulubsa, bu yeni öyrənmişik. Tag question qaydası deyilmi? Elə deyilmi sualı? İndi bura ya Z verəcəyəm, ya it verəcəyəm. Bura verəcəyiniz isə apostrof S-dən sonra gələnə baxacaqsınız. Apostrof S-dən sonra gələn discovery it deməkdir də, cansızdır. Buna isə it qoymalısınız. Cavab olur D variantı. Bax, bu sualda birincini researcher-ə qoyuram işarə əvəzliyini. İkincini isə tag question isə apostrof S-dən sonra gələnə görə qoyuram. Çünki bizim mübtədamız hər zaman apostrof S-dən sonra gələn olmurmu? O zaman apostrof S-dən sonra gələn isim nədirsə, ona görə bura mübtəda yerləşdirirəm. O da discovery'dir, cansızdır. Onun şəxs əvəzliyi qarşılığı itdir. Avtomatik cavab olur D variantı. 79-cu sualda bizim son sualımızdır. 79-da isə bu da yeni salınmış suallardan biridir. Nərgiz Nəcəfdə var idi amma. Uşaqlar, kim uşaqlara görə qoyur, kimi yuya görə qoyur, kimi kollega ilə, həmkar sözünlə uzlaşdırır. Uşaqlarla heç uzlaşdırmayacaqsınız. Çünki children vergül qoyursa, burada uşaqlara xitab edir, uşaqları çağırır, deyir, uşaqlar çağırır. Why don't you want to my colleague to meet you? Sən deyir, niyə istəmirsən? Mənim həmkarım, dostum da, yəni həmkarım, sənlə özü görüşsün. Yəni kim? Həmkara görə. Həmkarın da nə ola bilər cinsi? Bu ya qadındır, ya kişidir. Kollegaya görə uzlaşdıranda cinsinə görə ya bu herselfdir, ya da himselfdir. Avtomatik cavab olur B variantı. Bu tipli sual Nərgiz Nəcəfdə də var idi. Amma topluya bu illərim salıblar. 81-ci sualda isə görən yenilir. Bunu da siz yazın uşaqlar. Bu asandır. 81 sizdə. Qızlar, ilk cavab verəndə xüsusi baxıram. Xüsusi də yadımda saxlayıram. Kimlər hansı suala nə cavab verib, onu da net xatırlayıram. Deyirsiniz ki, 81-ci sualın cavabı B variantıdır. Aha.
Bax, bu apostroflarda ehtiyatlı olun. Deyir, Sofiyanın kuzeni. Xalası oğludur, xalası qızıdır, artıq bilmirik də, cinsini də bilmirik. Kuzənidir də, yəni ya bu xala ya ana tərəfdən qızıdır ya da oğlandır. Çünki kuzenin cinsini bilmək olmur. Aha, yaxşı. Qayçıları götürdü. Qayçılar sözü cəmdədirsə, itlər olmaz da bura. Zemdir demək ki bura. İndi hizdə ki, gətirib bura qoya bilmirik. Kim götürdü? O götürdü. O sözünə də hi qoyarıq. Cavab olacaq B variantı. Doğru cavab vermişsiniz. Əvəzlik mövzusunu 9 illik topluda bu qədər veriblər. Amma bu qədər deyil. Ona görə 9 illik toplunu bu illərim ona görə biz əsasən köhnə topludan mən sizə verirdim. Çünki az veriblər, yarımçıq verib dediyim mövzunu. Yerdə qalan müddətdə isə biz keçəcəyik. Hələ də vaxtımıza var. Yəqin ki, hələ yatmırsınız. Negativ pronounsu isə buradan işləyəcəyik. Buradan hardasa bəzilərinə baxacağıq. Təbii ki, hamısına yox. Harca bir yarım saatlıqdır. Buna vaxt ayıracağıq biz. İndi isə gəlin buna baxaq. Bunun testlərini də verəcəyim evə və 11-lərdən işləyəcəksiniz. Bu arada 123-cü sualı görürsünüz qabaqda. Bayaq işlədik ona bənzər sualı burada, yuxarıda. Bir dənə 123-cü sualı açım, onu yazın. Görüm necə yazdınız. Baxın, o tipli sualı bayaqların burada tag question qaydasını harda işlədik? Aha, deməli 77-ci sualda işləmişik. Baxın, eyni tipli sualı gətiribdir, buraya yazıbdır. Aktyor və burada şəxs qoymalısınız. 123-cü sualın cavabını bir dənə yazın, görüm nə arırsınız, nə yazırsınız. Bəli, 123-cü sualda həqiqətən qəbula dəfələrlə çıxıbdır. Birinci aktyora görə qoyursunuz, o da cəmdədir deyəni aynən C-nə atırsınız. İkinci tərəf isə aktyordan sonra gələni müftəda götürürsünüz. Popularity cansızdır, ona da cansız təkdir deyənə it verməlisiniz. Cavab olur D variantı. İndi gəldik negativ pronounce-la indefinite və definite pronounce-a. Deməli, xatırlayırsınızsa 11-lərlə işləmişik, 11-lərlə görmüsünüz. Bu sizin üçün ikinci təkrardır və dərsimizdə də üçüncü təkrar olacaq siz bunun cütlərini işləyəndə. Yəni, bunun üstünə bu qaydanı öyrənməmək, nə bilim, yaxşı olmaz da, yəni qaydalar da yazılıbdır sizə. Bir cümlədə inkar olmaz, törəmələrdən sonra isim gəlməz, of gəlməz, törəmələrin xəbəri təkdə olar. Törəmələr deyəndə someone, anyone, anybody, something bunları nəzərdə tuturuq. Hamısını soruşacağam sizdən. Deməli, birincidə nöqtədən sonra of gəlibdir. Biz bilirik ki, everydən sonra of gəlmir. A variantını atırıq. Yerdə qalan hamısından sonra of gələ bilər. Avtomatik tez yönəlirsiniz xəbərə. Sizin xəbəriniz həz xəbəri, tək xəbəri göstərir. Biz bilirik ki, olun xəbəri cəmdir, bosun xəbəri cəmdir. Samdan sonra isim cəmdə